Amerika Birləşmiş Ştatlarının dövlət katibi Marco Rubio və Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steve Witkoff London görüşündə iştirakdan imtina edib. Buna əsas səbəb kimi Volodymyr Zelenskinin Krımı Rusiyanın ərazisi olaraq tanımayacağını deməsidir. Çünki bu məqamın Ukrayna və Rusiya arasında sülh planının əsas şərtlərindən biri olduğu iddia edilir. Vaşinqton rəsmilərindən sonra görüşdə iştirak edəcək Fransa və Almaniya Xarici İşlər Nazirləri də Londona səfəri təxirə salıb. London görüşünün ləğv olunması sülhün əldə edilməsi üçün ciddi cəhdlər göstərəcək. Trump administrasiyasından Kiyevə təzyiqlərin artması deməkdir. Analitiklərin sözlərinə görə hakimiyyətə gəldiyi gündən münaqişəni bitirməyə söz verən və hətta bunu bir həftə ərzində başa çatdıracağını bildirən Trump indi çətin vəziyyətlə üzləşib. Londondakı görüş müharibənin bitəcəyi nöqtə kimi görülürdü. Zelenski isə çıxdı və Krımı Rusiya ərazisi olaraq qəbul etməyəcəyini dedi. Bununla da rəsmilər görüşməyin mənasız olduğunu anladı və bundan imtina etdi. Çünki bu sülh üçün əsas şərtlərdəndir. Zelenski bununla sanki sülhə razı deyiləm dedi. Halbuki tərəflərin bəyanatlarına görə artıq şərtlərin razılaşdırıldığı və sadəcə görüşüb bunu təsdiqləməyin lazım olduğu barədə fikirlərə rast gəlinirdi. Buna görə artıq oxlar Zelenskiyə çevrildi. Trumpın onun açıqlamalarından məmnun qaldığını düşünmürəm. Zelenski indi əvvəlkindən daha çox təzyiqlə üzləşə bilər. Krımın Rusiya ərazisi kimi tanınmayacağı məsələsində Zelenskiyə dəstək Avropa İttifaqından gəlib. Təşkilatın ali nümayəndəsi Kaya Kallas Krımın Ukraynaya məxsus olduğunu və təşkilatın yarımadanı heç vaxt Rusiya ərazisi olaraq tanımayacağını deyib. Kallas Trumpın Rusiyaya daha sərt yanaşmasını gözlədiyini desə də, sözü gedən açıqlamalara görə bunun əksinin baş verəcəyi ehtimal olunur. Reutersin yazdığına görə Avropalı diplomatlar Birləşmiş Ştatların Rusiyaya qarşı sanksiyaların ləğvi barədə təklifinə də qarşıdırlar. Beləliklə danışıqlardan kənarda qalan Avropanın bu mövqeyi onun Ukrayna ilə yaxınlaşmasından, Birləşmiş Ştatlar və Rusiyadan isə uzaqlaşmasına səbəb ola bilər. Analitiklər tərəflərin yenidən iki qrupa bölünəcəyi və bununla da müharibənin həlli prosesinin gecikəcəyini, hətta yenidən şiddətlənəcəyini bildirirlər. Trump hakimiyyətə gəldikdən sonra tərəflər iki qruplaşma şəklində görünürdü. Bir qrup Birləşmiş Ştatlar və Rusiya, digər qrup Ukrayna və Avropa. Onlar arasında buzlar son dövrlər ərisə də Zelenski və Kallasın açıqlamalarına baxsaq, yenə bu situasiyanın yarandığını görürük. Lakin bu, Trumpın bəhs etdiyi sülhdən xeyli uzaqdır. Hətta əksinə, indi vəziyyət əvvəlkindən daha qarışıq görünür. Və nəinki müharibə sülhlə bitməyə bilər. Hətta son baş verənlərdən sonra qarşıdurmanın daha da genişlənməsi üçün əsaslar var. Qeyd edək ki, Trump tərəflərdən birinin müharibənin həlli ilə bağlı planı qəbul etməyəcəyi təqdirdə danışıqlardan çəkiləcəyini bildirib. Avropanın müharibə başlayandan bəri Kremlə qarşı olduğunu nəzərə alsaq, Rusiya və Ukrayna müharibəsinin sülhlə bitməsində tək vasitəçi kimi görülən Birləşmiş Ştatların geri çəkilməsinin hansı nəticələrə səbəb olacağını söyləmək çətindir.